Milli Məclisin üzvü Bəhruz Məhərrəmov bizimlədir. Xoş gəlmisiniz Bəhruz bəy. Xoş gördük. Bir qədər sonra regionla bağlı, xüsusən Ermənistan bu Rusiya gərginliyindən bir qədər sonra danışarıq. İlkin olaraq daha çox ölkəmizə fokuslanmaq istəyirəm. Az öncə də qeyd elədim ki, COVID-19-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi önəmli ikinci böyük tədbirdir deyə bilərik. Bugün artıq 5-ci günümüzdür və kifayət qədər rəsmi nümayəndələr iştirak edirlər, önəmli açıqlamalar gəlir, önəmli layihələr irəli sürülür. Azərbaycanın töhfəsi nə oldu bu 5 gün ərzində? Təbii ki, sabah da davam edəcək və o ölkələr, Azərbaycana gələn, qonağa gələn, iştirak edən ölkələrin Azərbaycana verəcəyi, qatacağı imkanlar nələrdən ibarətdir? Təşəkkür edirəm. Həqiqətən də statistikaya diqqət etsək, BMT-nin ikinci böyük platforması olan Şəhər Salma forumunda olan maraq, Bakıda keçirilən tədbir olan maraq, iştirakçıların sayı və həmçinin tədbirin formatı özlüyündə Azərbaycanın bu prosesin öhdəsindən böyük uğurla gəldiyini və bu proseslə bağlı maraqlı olan dairələrin, qüvvələrin Azərbaycana göstərdiyi etimadın nəticəsi əlbəttə ki, bizi qürurlandırır. Bilirsiniz, Azərbaycan qısa müddət öncə, təqribən il yarım əvvəl BMT-nin ən böyük platformasına ev sahibliyi faktik etmişdi, COP29-a və bunun ardınca qısa bir dövr sonra ikinci böyük platformaya ev sahibliyi etmək bu özlüyündə riskli görünsə də, həmçinin nəzərə alaq ki, bu risklər yalnız texniki, təşkilati tərəflər deyil, bu risklər həmçinin Azərbaycan hansısa tədbirə ev sahibliyi dönəmində Azərbaycan dünyanın nəbzinin vurulduğu yerə çevrilən kimi dərhal bizə münasibət hücumlar da artır, bizə münasibətdə bilirsiniz ki, qaraxma kampaniyalar da artır. Yəni, bütün bunların fonunda Azərbaycanın ikinci ev sahibliyinə, ikinci dəfə ev sahibliyi etməsi belə böyük bir tədbirlər silsiləsində əlbəttə bu həm də dövlətimizin o qlobal uğursuz və vicdanlı yanaşmaları əhatə eləməyən hücumlara münasibət immunitetinin də göstəricisi və gücünün imkanının göstəricisi oldu. Bəli, qarşıda kifayət qədər ciddi məqamlar var və təbii ki, Azərbaycanın da öyrənəcəyi çox şeylər var, amma bu bir reallıqdır ki, bugün şəhər salma istiqamətində həmçinin bu sayədə BMT-nin 18 dayanıqlı məqsədindən biri kimi məhz mənzil təminatı ilə bağlı məsələlər Azərbaycanın öyrədəcəyi şeylər çoxdur. Niyə? Bilirsiniz ki, bugün dünyada faktiki olaraq daha çox yoxsulluq səviyyəsində olan, mənzil təminatına imkanı olmayan, rifahını bu səviyyədə müəyyənləşdirə bilməyən insanların mənzil təminatı daha çox gündəmdədir. Azərbaycan isə, təbii ki, Azərbaycanda da müəyyən miqdarda, müəyyən sayda yoxsulluq həddi var, statistika dəfələrlə açıqlanıb, amma Azərbaycanın hədəfi yalnız bu yoxsulluq səviyyəsində olan insanların mənzil təminatı ilə bağlı proqramlar deyil. Bununla bağlı bilirsiniz ki, proqramlar ayrıca MİDAN timsalında dövlət qurumu var. Dəfələrlə dövlət başçısının özünün ayrıca xüsusi fondlarda, özünün fondundan ayırdığı vəsaitlər hesabına incəsənətin, mədəniyyətinin ayrı-ayrı sektorunda fəaliyyət göstərən ehtiyac olan şəxslərə evlərin, mənzillərin verilməsi, şəraitin yaradılması, prezident təqaüdləri və s. bunlar var. Amma digər tərəfdən Azərbaycan həm də o dünyanın bir çox dövlətlərinin qarşılaşmadığı daha ciddi bir problemlə 8 milyon əhali ilə 1,5 milyona yaxın qaçqın və məcbur köçkünə ev sahibliyi etmiş bir dövlətdir. Və bugün artıq biz həmin o insanların öz yurduna, yuvasına ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını reallaşdırırıq. Və bu, Cənab İlham Əliyevin Azərbaycan nümunəsində dünyaya göstərə biləcəyi bir örnəkdir, bir əmsaldır. Yəni, faktiki olaraq 5 il ərzində minalarla tamamilə zəhərlənmiş, çirklənmiş, eyni zamanda bütün infrastrukturu dağıdılmış ərazilərə biz nəinki artıq 85 min insanı qaytarmağa nail olmuşuq. Üstəlik, həmin ərazilərin ruhu qorunub, həmin ərazilərin vandallığa, sözün əsl mənasında dağıntılara, urbisidə, ekosidə məruz qalmış, kulturasidə məruz qalmış o bölgələrə ruhu qaytarmağa da Cənab İlham Əliyev nail olub və bu prosesdə üstəgəl dünyanın artıq digər dövlətlərinin də bu və ya digər formada töhfələrinin, həmçinin investorların bura maraqla diqqət yetirməsinə şərait yaradan bir apava yaratmışıq və bu mənada mən sizin sualınıza cavab olaraq onu deyə bilərəm ki, bu prosesdə bəli, Azərbaycana töhfələr çox ola bilər, bizim öyrənəcəyimiz nümunələr çox ola bilər, amma Azərbaycan əmsalı, Azərbaycan nümunəsi bugün daha çox öyrəniləcək nümunədir. Önəmlidir, xüsusi mesajlar verir. Bu arada sizin qeyd elədiyiniz məqam üzərindən əslində danışmaq istəyirəm. Çoxlu dairələrə Azərbaycan bu əldə etdiyi nailiyyətlərlə, həyata keçirdiyi layihələrlə bir növ mesaj verir. Xüsusən də Avropaya, müxtəlif təşkilatlara və Avropa İttifaqından danışırıqsa, burada daha çox
Əslində Fransanın da adını çəkmək istəyirəm. Nəyə görə? Çünki bir növ bu cür situasiyalarda adətən Azərbaycanın əleyhinə Azərbaycan qərəzi mövqe sərgiləyən ölkələrdən biri olub, amma yeri gəlmişkən bir məlumat da var, yeni informasiya var. Onu da bölüşüm Bəhruz bəy. Nədən ibarətdir? Prezident İlham Əliyevlə Fransa Respublikasının prezidenti Emmanuel Macron arasında telefon danışığı olub. Bu barədə prezidentin X sosial media hesabında paylaşım edilib və paylaşımda deyilir: "Bugün prezident Emmanuel Macrondan telefon zəngi aldım. Telefon danışığı zamanı Azərbaycan-Fransa iki tərəfli münasibətlərinin gündəliyində duran məsələləri nəzərdən keçirdi və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi apardıq. Biz həmçinin regional və qlobal prosesləri də müzakirə etdik" deyə dövlət başçısının sosial şəbəkə hesabında belə bir informasiya paylaşılıb. Nəzərə alsaq ki, son baş verənlərlə əgər biraz danışsaq, yenidən Fransa əslində başlamışdı. Xüsusən Emmanuel Macronun Ermənistana gəlib samitdə çıxış etdikdən sonra Jean-Noel Barrot'dan bir qərəzli mövqenin bir şahid olduq. Xüsusən də Qarabağdan gedən ermənilərlə bağlı təhrif olunmuş məlumatlar. Düzdür, Azərbaycan rəsmi şəkildə öz mövqeyini də bildirdi bununla bağlı. İndi Emmanuel Macron'la telefon danışığının, daha doğrusu telefon zənginin gəlməyini biz necə əslində təhlil edə bilərik? Nəyin siqnalı ola bilər? Hansı məsələ müzakirəyə qoyula bilər liderlər arasında? Bu əslində tarixin təkrar olunması və cənab İlham Əliyevin müstəsna diplomatik qələbəsidir. Xatırlayırsınızsa, Vətən müharibəsindən, antiterror tədbirlərindən eyni zamanda sonra biz Fransanın davamlı hücumlarına məruz qaldıq. Əsassız hücumlarına, hətta məsələmiz bizi öz ərazimizi işğal edən tərəf kimi göstərməklə BMT Təhlükəsizlik Şurasına qədər çıxarılırdı. Lakin cənab İlham Əliyevin əks həmlələri, o cümlədən Azərbaycanın aidiyyatı qurumlarının, dövlət başçısının tezislərini rəhbər tutmaqla həyata keçirdiyi tədbirlər Fransanın bu bölgədə faktiki olaraq imkanlarını tam şəkildə sıfıra endirdi. Belə olan təqdirdə məğlub olduğunu görən Fransa, Kopenhagendə xatırlayırsınızsa, Avropa zirvəsində Fransa prezidentinin özünün təşəbbüsü ilə bir görüş oldu, bir ünsiyyət təkrar bərpa olundu və Fransa-Azərbaycan münasibətləri yenidən Azərbaycanın arzuladığı istiqamətə yönəlməyə başladı. Amma görünən odur ki, Fransa rəhbərliyi çox qəribə şəkildə özünü Daşnaq Sütun Partiyasının üzvləri kimi aparmaqda davam etdilər. Elə Fransa Xarici İşlər Naziri və Avropa Məsələləri Nazirinin senatdakı çıxışını xatırlayırıq. Ermənidən daha çox, Daşnaqdan daha çox Daşnaq kimi davranmağa cəhd eləyirdilər və nəticə itibarilə münasibətlər yenə uğursuz bir istiqamətə Fransanın məhz dırnaqarası səyləri ilə istiqamətlənməyə başladı. Amma daha sonraki proseslərdə bilirsiniz, Azərbaycanın əks həmlələri, o cümlədən elə bu tədbirdə Fransanın neokolonist siyasətinin, imperialist siyasətinin ifşa olunması və Fransaya münasibətdə yenidən beynəlxalq təşəbbüslərin səfərbər olunması görünən odur ki, Fransanın yenidən geri addım atmağa məcbur edir. Bilirsiniz, biz təbii ki, keçmişi unutmaq niyyətində deyilik, amma eyni zamanda düşmənçilik heç kimdən aparmaq arzusunda da deyilik. Biz ümumbəşəri dəyərləri rəhbər tutaraq bütün dünya dövlətləri ilə, xalqları ilə, o cümlədən də Fransa ilə əvvəlki dövrün yaxşı təcrübəsinə əsaslanaraq münasibətlərimizi inkişaf etdirməkdə çox maraqlıyıq. Və bu mənada biz çox arzu edirik ki, Macronun bu dəfəki zəngi və bu dəfəki ritorika davamlı xarakter alar. Və Azərbaycanla Fransa arasında nə bir quru bağı var, nə hansısa formada toqquşan faktiki maraqlarımız var. Belə olan təqdirdə yaxşı olar ki, biz münasibətlərimizi əvvəlki müəyyən dövrlərdə inkişaf etmiş ənənələrə uyğun şəkildə davam etdirək. Nəinki müharibə ritorikasında artıq müharibə bitib, amma Fransada, Fransa cəmiyyətindəki o siyasətçilərin beynində nədənsə o müharibə hələ də davam edir. Bu arada elə deyirsiniz ki, vasitə olaraq əslində Ermənistan üzərindən bu Fransanın Azərbaycan düşmənçiliyi var, qərəzi var. Görünən odur ki, Ermənistanın üzərində çoxlu planlar var, hədəfi var. Son olaraq Macronun elə Ermənistandan gəlib verdiyi açıqlamalar da olar. Düzdür, burada verdiyi açıqlama, bəyanatlar birbaşa Azərbaycanla bağlı deyil. Burada Rusiyanı daha çox hədəf göstərdi. Ancaq dolayı yolla Avropanın, xüsusən də Fransanın məqsədini biz bilirik. Ermənistanla bağlı planlarını da əslində biz bunu bilirik. İndi Rusiyanın əgər Ermənistandan danışırıqsa, biraz Ermənistan-Rusiya münasibətlərinə də istəyirəm daha çox fokuslanaq. Bəhruz bəy, vaxtımız çox da deyil əslində. Rusiya Xarici İşlər Nazirliyindən bir bəyanat gəldi, təqzib gəldi ki, güya xüsusi xidmət orqanlarını Ermənistana göndərir Rusiya tərəfi və Paşinyanı qarşı hansısa bir addım atmaq adından. Düzdür, bunu Rusiya təqzib edir eləməyini, eləyəcək, durub açıq şəkildə razılıq verəsi deyil ki, elə deyilmi? Ki, bəli, biz nümayəndələrimizi göndərmişik, Paşinyana daha çox təzyiq olsun və s. və axır.
reallıq bir qədər nədir? Sizdən eşidək. Hazırki məqamda parlament seçkisi öncəsi Nikol Paşinyana Rusiyadan kifayət qədər təzyiq varmı ki, az öncə Mirzoyanın Paşinyanın özünün də açıqlaması var idi. Qeyd elədim, U dönüşünü biz gördük. Bir qədər yumşaq açıqlamalar gedir Kremlin ünvanına. Bilirsiniz, seçki yaxınlaşdıqca, 7 iyun tarixi yaxınlaşdıqca münasibətlər təbii ki, gərginləşir. Seçki ab-havası özünün daha açıq deyək, çirkin mərhələsinə qədəm qoyur və belə olan təqdirdə Paşinyan ehtiyatlı davranmağa məcburdur. Daha dəqiq desək, Rusiya ilə daha ehtiyatlı davranmağa məhkumdur. Çünki Rusiya kifayət qədər güclü bir blokla, bir neçə partiya ilə seçkidə açıq şəkildə dəstəklədiyi qruplarla seçkidə iştirak edir. Amma bu demək deyil ki, Ermənistanda seçkilərə müdaxilə edən casusları, generalları, hətta ifşa olunan tək Rusiya deyil. Eyni zamanda həm də əgər həmin o istiqamət Kaçaryanın, Karapetyanın, belə deyək, dəstəkçiləridirsə, seçkiləri onların lehinə çevirməyə cəhd edən o Rusiya tərəfi varsa bir tərəzinin gözündə, digər tərəfində Paşinyanın özünün müraciəti ilə Avropadan gələn agentura şəbəkəsi var. Yəni, vaxtında dəfələrlə Azərbaycan rəhbərliyi də ayrı-ayrı zamanlarda biz bəyan etmişik ki, Ermənistan müstəqilliyə doğru irəliləməlidir, suverenliyə doğru irəliləməlidir. Yəni, indiki məqamda biz nə görürük? Rusiyanın deməli, təsirlərini neytrallaşdırmaq üçün başqa bir dövlətin masasına yaxınlaşmaq. Yəni, protektorların dəyişməsi, əl dəyişimi bu Ermənistana müsbət heç nə vəd etməyəcək. Bu mənada indiki halda Paşinyanın Rusiya ilə daha yumşaq davranma cəhətləri bu seçki prosesi ilə bağlı məsələdir. Paşinyanın xətti də aydındır, Paşinyanın istiqaməti də aydındır və indiki məqamda digər namizədlərə münasibətdə Paşinyanın davranışları da daha praqmatikdir və ən azından seçki konsepsiyasının real Ermənistan üzərində qurulması, qonşuları ərazi iddiaları üzərində qurulmaması bu özlüyündə bölgə üçün, bütövlükdə bölgə üçün daha faydalı Paşinyanın namizədliyinin prosesdə qalib kimi prosesdən çıxması arzu olunandır. Amma istənilən halda proseslərin gedişatı nə olacaq bunu zaman göstərəcək. İndiki halda bir daha deyirəm, baxmayaraq ki, qeyd etdiyiniz kimi o U dönüşünü biz müşahidə edirik, amma Rusiya-Ermənistan münasibətləri özünün ən qaynar və ən real siyasi toqquşma dövrünə qədəm qoyur.